Bilirsiniz Rusif bəy, Putinə bugün yanında daha çox rəhbərlərin olmağı vacibdir. Bilirsiniz, bu rəhbərlərdən həmin Si Jinpingdən, Nikol Paşinyandan, Vučićdən, Ficodan, Robert Ficodan və digərlərindən istifadə etməyinə bir növ özünü göstərmək istəyir ki, baxın, görün, Uşakov açıqlama verir Peskovla bir yerdə ki, 30 dövlət başçısı və hökumət rəhbəri olacaq Moskvada. Yəni siz bizi cinayətkar adlandırsanız da, bizi 30 dövlət dəstəkləyir. Və yeri gəlmişkən bu günləri bir maraqlı məlumat gəlir. Deyir, bağda ərik var idi, salam məlik var idi. Dünənə qədər deməli ümid eləyirdilər ki, bu Rusiyanın axtarışda olan şəxsi, belə deyək də, bir pozitiv siqnal verəcək ABŞ-ya, yəni Amerika Birləşmiş Ştatlarına. Artıq Amerikanın deməli Maliyyə naziri Scott Bessent də Putini hərbi cinayətkar adlandırıb. Təbrik eləyirəm, Vladimir Vladimiroğlu. Amerikadan da sənə bir 9 may təbriki gəldi. Voyenный prestupnik, təsəvvür eləyirsiniz. Amma deyir ki, yəni cinayətkar olsa da bu cinayətkarla görüşmək lazımdır, danışmaq lazımdır, başa salmaq lazımdır və mən Bessentin fikirlərini dəstəkləyirəm. Yəni, bu qədər insan ölümünə, bu qədər faciələrə rəğmən mən də hesab edirəm ki, Rusiya Federasiyasının hal-hazırki rəhbəri hərbi canidir. Yəni, bu məhkəmə qərarına əsasən deyir. Bunu Azərbaycan vətəndaşı kimi demirəm. Yəni, bu məhkəmə qərarına əsasən o canidir, insan qatilidir, uşaq qatilidir və bugün də öz cinayətlərini davam etdirir. Və bu cinayətin də deyir, hər bir qaranlıq bir gecənin bir işıqlı gündüzü olur, dəyərli Rusif bəy, hörmətli izləyicilər. Mütləq mənada, necə ki, deməli, Duarteni deməli, həbs elədilər. Filipinin sabiq başçısı illər sonra onu Bangkokdan şad xürrəm gələndən sonra kazinodan çıxıb aeroporta belə deyək də gülə-gülə getdiyi yerdə onu Duarte deyirəm. Duarteni deməli qolları qandallı vəziyyətdə aparıb, paketləyib, aparıb təhvil verdilər Haqaya. Və bugün Duarte'dir də, Duarte oturub kameralar arxasında dərin fikirlərə qərq olmuş yazı dincəlmək istəyir, o da azacıq mahnısını oxuyur. Yəni, zamanı var idi ki, bütün dünya ona, nə bilim, fərəqət komandası verirdi. Bu günləri Duarte orada oturur və sabah bunun nələr gözləyəcək, onun haqqında düşünür. Ona görə də bugün Rusiyada baş verənlərin fonunda Rusiya xalqı artıq başa düşür ki, nədən bu aeroportlar bağlanır, nədən Krasnodar yanır, nədən Rostov yanır, nədən Rusiyanın təyyarələri Qaradəniz üzərində uçduğu yerdə sualtı qayıqdan Ukraynanın dronları, bunları necə deyərlər, sadə el dili ilə desək, stop eləyib, aşağı salır, yəni məhv eləyir. Bu sualların cavabını ən yaxşı bilən adam hələ də Kurskı sona qədər təmizləyib, başa çatdıra bilməyən yazıq, məzlum, nişasni Rusiyanın bugünkü siyasətini həyata keçirən siyasi və hərbi rəhbərliyidir. Siyasi qanadı Rusiya prezidentidir, hərbi qanadı da yarı Şaygusudur, yarısı da Belousovdur. Baxmayaraq ki, Belousov müdafiə naziridir, amma Şaygu da orada təhlükəsizlik şuranın rəhbəri kimi hərdən orada biz də varıq mahnısını oxuyur. Ay nə bilim, belə vurarıq, belə dağıdarıq. Səsin gəlsin Sergey Kujiketoviç, sabah sən olmayacaqsan o Qızıl meydanda, Qırmızı meydanda. Bilirsiniz də, ötən ilki paradda, parad, ravnyays, nə bilim, Smirna danışan Şaygu bu günləri artıq nə ravnyays deyə bilir, nə də Smirna deyə bilir. Gözləyirlər. Gözləyirlər, özlərinin əcəl zəngini gözləyirlər. Əcəl zəngini gözləyən Putindir, əcəl zəngini gözləyən Şaygu və yaxın ətraflarıdır. Ona görə də mən bir daha demək istəyirəm. Azərbaycan nə qədər bu əcəl zənglərindən uzaq olsa, bir o qədər yaxşıdır. Çünki
mən istəmirəm ki, mənim dövlətim, mənim xalqım da əziyyət çəksin. Çünki Azərbaycan xalqı bütün elədiklərinə rəğmən Qarabağ boyda böyük bir dağ aldı, böyük bir yara aldı və haqqında danışdığımız Şuşa, o Allah bizim qəhrəman xüsusi təyinatlılara qəni-qəni rəhmət eləsin, hansılar ki, şəhid oldular Şuşanın azad olunmasında. Yəni noyabrın 7-sində xatırlayırsınız, yəqin ki, dəyərli dostlar. Əlbəttə. Onu heç vaxt unutmaq olmaz. Bizim xüsusi təyinatlı qüvvələr 7 noyabrda şəhərin o qayalıqlarını dırmaşaraq, yəni yüngül silahlarla, yəni dırmaşaraq ayın 8-də deməli Azərbaycan prezidenti bəyan elədi ki, Şuşa, sən azadsan. Ermənilər hətta onda da indi Moskvaya gedən Nikol Vogoviç və onun komandası deyirdi, yox, Şuşa bizdədir. Amma Azərbaycan Müdafiə Nazirliyinin nümayiş etdirdiyi o kadrlarda biz düşmənin ağzını əbədi bir dəfəlik yumduq. Düşmənin və ona havadarlıq eləyənlərin. Çünki Rusiya sona qədər, yəni inanmırdı ki, o müdafiəni ki, onlar təşkil eləmişdilər orada ermənilərlə bərabər. Yəni Azərbaycan xüsusi təyinatları o müdafiəni yara bilərlər, amma Azərbaycanın xüsusi təyinatlı qüvvələri eşq olsun. Yəni bizim qəhrəman övladlarımıza, qardaşlarımıza və xüsusi təyinatlı qüvvələrin sabiq komandanı, indi hal-hazırda Azərbaycan Müdafiə Nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun cəngəvarlarına biz çox borcluyuq. Çünki məhz onların qəhrəmanlığı sayəsində biz Rusun, erməninin ağzını bir dəfəlik yumduq. Bu günləri əvvəlki imkanları olsaydı, onlar bizə nə sizə, nə mənə, nə digərlərinə imkan verməzdi. Nə mənada imkan verməzdi? Yəni, zaten öz murdar caynaqlarını Bakıya da uzadardılar, amma bu günləri bu hava başqadır. Bakıda bugün gözəl hava var, günəş çıxıb. Allah o günəşi xalqımızın üzərindən heç vaxt əski eləməsin. Qara buludlar bizdən uzaq olsun. Biz nə qədər Rusiyanın çirkin, axmaq siyasətindən kənar olacaq, Allah bizim yanımızda olacaq. Yox, əgər onlar yenə də nə vaxtsa, amma inanmıram, yəni açığını demək istəyirəm, inanmıram, nə vaxtsa yenə də əvvəlki dönəmlərinə qayıda bilsinlər. İndi sabah Kremldə bilmirəm, o qırmızı meydanda nələr deyəcək, nələr coşub danışacaq. Amma məsləhət görürəm ki, unutmasınlar ki, Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi və Azərbaycanın qəhrəman əskərləri, hansı ki, Moskvada onun 5 addımlığında da, belə deyək, addımlayıb keçəcəklər. Həmin o qəhrəman oğlanların, necə deyirlər, kökü burada öz üzərinə düşən xidməti vəzifələri ləyaqətlə yerinə yetirirlər. Ona görə də Tanrı Azərbaycan ordusunu, silahlı qüvvələrimizi qorusun ki, dövlətimiz də əbədi yaşasın.